hamınızı salamlayıram. Deməli, bugünkü mövzumuz Rusiyanın müstəmləkə rejimini möhkəmləndirməsi mövzusu olacaq. Deməli, Çar 1-ci Nikolay 1840-cı ildə həm inzibati, həm də məhkəmə islahatları keçirilməsi haqqında layihəni təsdiq edir və 1840-cı ildə komendant idarə üsulu ləğv edilir. Həmçinin Cənubi Qafqaz inzibati cəhətdən iki yerə bölünür ki, Xəzər vilayəti və Gürcü İmeritiya deməli quberniyasına. Xəzər vilayətinin mərkəzi Şamaxı, Gürcüstan İmeritiya quberniyasının mərkəzi isə Tiflis şəhəri idi. Həmçinin bildiyimiz kimi 1828-ci ildə yaradılan Erməni vilayəti ləğv edilərək yerində İrəvan və Naxçıvan qəzaları yaradılır. Həmçinin inzibati islahatlardan biz deyə bilərik ki, bəy və ağalar idarəçilikdən uzaqlaşdırılmışdı. Xəzər vilayəti qəzalarına, daha sonra Gürcüstan İmeritiya quberniyasına hansı ərazilər daxil idi kitabda var. Yəni Xəzər vilayətinə Quba idi, Şamaxı, Şəki, Bakı, Lənkəran, Qarabağ, Dərbənd. Gürcüstan İmeritiya quberniyasına isə 4 ərazi daxil idi ki, İrəvan, Yelizavetpol, Naxçıvan və Car Balakən dairəsi daxil idi. Ali müsəlmanlar vəzifədən 1841-ci ildə kənarlaşdırılmışdı və bütün təbəələr bundan narazı qalmışdı. Daha sonra 1844-46-cı ildə inzibati islahatlar keçirilmişdi və 1844-cü ildə Cənubi Qafqazın baş idarəsi ləğv edildi, Qafqaz canişinliyi yaradıldı. Qafqazın ilk canişini də Mixail Vorontsov olmuşdu. Çar 1-ci Nikolay 1846-cı ildə 14 dekabr fərmanı ilə Gürcüstan İmeritiya quberniyası Xəzər vilayətini ləğv edir. Əvəzində isə Tiflis, Kutays, Şamaxı, Dərbənd quberniyaları yaradılır. Tiflis, Kutays 1846-cı ildə yaradılmışdı. Həmçinin Dərbənd, Şamaxı 1846-cı ildə yaradılmışdı. İrəvan quberniyası isə 1849-cu ildə yaradılmışdı. Yelizavetpol quberniyası isə 1868-ci ildə yaradılmışdı. 1860-da isə Dərbənd quberniyası ləğv edilmişdi. Daha sonra isə məhkəmə islahatlarından danışdıqda isə deməli quberniya, vilayət və qəza məhkəmələri yaradıldı. Mülki işlərə hərbi məhkəmələrdə baxılması qaydası ləğv edildi. Artıq yəni mülki işlərə hərbi məhkəmələrdə baxılmırdı. Şəriət məhkəmələri isə saxlanıldı və onlar yalnız kəbin, talaq, vərəsəlik məsələlərinə baxa bilərdi. Daha sonra isə 1841-ci ildə bəylərin tiyul torpaqları müsadirə edildi. Yəni kəndlər idarəçilikdən kənarlaşdırıldı, tiyul torpaqları bundan məhrum edildi. Ancaq bu narazılıqla qarşılanır. Buna görə də 1842-ci ildə bəy və ağaların torpaqlarının müsadirəsi dayandırılır. 1843-cü ildə isə Azərbaycan bəy və ağaları Ali Müsəlman silki adlanmağa başlandı. Daha sonra 1846-cı il 6 dekabr reskripti imzalanır ki, Çar 1-ci Nikolay və bu reskriptə əsasən tiyul və mülk feodal torpaq mülkiyyətinin eyni kateqoriyasına daxil edilirdi. Yəni belə ki, bəy və ağalar mülk, tiyul, mülk xalisə kimi irsi torpaq mülklərini sərəncamına keçirdi və onlar bu torpaqdan istədiyi kimi istifadə edə bilərdi. Yəni istəsə sata bilərdi, yəni istədiyi kimi bağışlaya bilərdi, irsən verərdi, istədiyi kimi istifadə edə bilərdi. Daha sonra isə bəy və ağalara kəndlər üzərində polis və inzibati məhkəmə hüquqları verilirdi. Daha sonra rəiyyət, rəncbər isə mülkədar tabelisi adlanırdı. Daha sonra 1847-ci il kəndli əsasnamələri qəbul edildi. 1847-ci il kəndi əsasnamələrindəki məsələlər əsasən torpaq, vergi və mülkiyyət məsələləri idi. Torpaq məsələsi o idi ki, 15 yaşından yuxarı kişi cinsindən olan hər bir kəndliyə 5 desiyatin yararlı torpaq payı verilməli idi. Vergi isə malcəhət vergisi idi ki, məhsulun 1/10 qədər müəyyən edilmişdi. Çöpbaşı isə sudan istifadəyə görə bəhrə vergisi ödəməli idilər. Sudan istifadəyə görə bəhrə vergisi ödəməli idi. Mükəlləfiyyətlər var idi ki, bu mükəlləfiyyətlər biyar və əvrəz idi ki, biyarda bilirik ki, bir nəfəri ildə 18 gün öz iş heyvanı aləti ilə bir yerdə bəyin təsərrüfatına işləməli idi. Ancaq əvrəz isə kəndli ildə 2 gün bəy təsərrüfatı
təsərrüfatında əlverəs işini, yəni yerinə yetirməli idi. Daha sonra polis məhkəməsi də deməli saxlanılmışdı. Həmçinin sahibkar kəndlilər bir yerdən başqa yerə köçmək hüququna malik olduqları təsdiq edilmişdi. İnzibati polis məhdud məhkəmə hakimiyyəti verilmişdi sahibkar kəndlilərinə. Belə, mövzu ilə bağlı əsas vacib məqamları qeyd etdim, ancaq kitabdan oxumağı da unutmayın.